Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, Məlik Aslanım küçəsində tam təmirli 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiyməti videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırın. Bax, bu ev satış üçün keçsə də tam standartlara uyğun inşa olunub. Fundamenti vırılıb, yuxarıdan kəməri vırılıb, yəni atılıb. Ev qoşadaşdan inşa olunub. Gördüğünüz kimi ev hardasa 7-8 daş kürsüdə inşa olunub. Bura zirzəmi hissəsidir. Gördüğünüz kimi hörmətli izləyicilər, qurqabı qoşadaşdan inşa olunub. Zirzəmi hissəsidir. Keçən indi evin içi ilə 7-8 daş kürsüdə 2 dənə belə zirzəmi qapısı var. Gördüğünüz kimi keçir indi evin içi ilə tanış olaq. Buradan qalxır evin içinə. Buradan pləkanı bax belə qoyub, burada ayaqqabı soyunmaq üçün demək mərmərlərdən, qranit mərmərlərdən yığdırıb ki, yəni rahat silib təmizləmək üçün tam rahat olsun. Qalxırıq buradan yuxarı, qalxan kimi dəhlizli ev açıq aboylardan istifadə olunub. Gördüyünüz kimi də tavanı hündür 3 metr olar, təxminən rahat 3 metrdir. Sağda mətbəxdir, təxminən mətbəx hardasa 12-14 kvadrat olar. Tavanlar da çəkirəm, gördüyünüz kimi sadə, açıq aboylardan, ağ qapılardan istifadə olunub. Sağda burada yenə də bir əlavə bir uşaq otağıdır. Gördüyünüz kimi də uşaq otağı hardasa 9-10 kvadrat olar. Sol tərəfdə qonaq otağıdır. Qonaq otağı da təxminən hardasa 3.60-ın 7 metri olar. 6.50-7 metr var. Gördüyünüz kimi də təmir qaydasında açıq aboylardan, gözəl aboylardan istifadə olunub. Sağda burada yenə də 15 kvadratlıq bir yataq otağıdır. Gördüyünüz kimi də hörmətli izləyicilər, pəncərələrlə tam rahat evin içinə işıq düşür. Burada da yenə bir yataq otağıdır. 10 kvadrat olar. Təxmin ölçü deyirəm, pəncərəsindən tam rahat işıq düşür. Sonda bu dəhlizin sonunda da sol tərəfdə sanuzel hissəsidir. Gördüyünüz kimi də hörmətli izləyicilər, yuxarılar asma tavandan yığınıb, kabel mütləqlər də hamısı təzədir. Aksesuarlar evin qiymətinin danışığından asılıdır. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Gördüyünüz kimi ev haqqında bütün məlumatları sizin nəzərinizə çatdırdım, çəkdim, təqdimatda göstərdim. Demək, hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bir dənə böyük yataq otaqdır, 2 dənə də balaca otaqlar. Yəni bunlar nəzərdə tutulub, adətən 4 otaqlı evlər otaqlarında bəzən balaca olur, böyük yataq otağına keçir. Çünki ikisi uşaq otaqlardır. Oğlan qız nəzərdə tutulur, bir də geniş yataq otağı olur. Bu nəzərdə çatdırım ki, yəni məlumatınız olsun. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da seç, al, əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 98.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.